Hər bir kəsi salamlayıram, dəyərli yoldaşlar, dəyərli izləyicilər. Bu günlərim sizə 11-ci sinifdən OTK imtahanı ayının 6-sı gedəcək yoldaşlar üçün müəyyən qrammatika sualları var ki, 60 dənə bunların izahını təqdim eləyəcəm. İndi nə qədər izah gedər. Deməli yoldaşlar, bilirsiniz ki, OTK imtahanları vacibdir. Düzdür, bəzən nöqsanlar olur, amma yəni ümumilikdə buraxılış imtahanlarında çox da bir problem yoxdur. Great role. Deməli, burada isim, sifət plus isim artiklını verərəm. Of'a görə bura verəcəm D artiklı. Language var. Ona görə burada D artiklı. Z, yəni A, D, Y getdi. State. Burada of'a görə burada D getsin. Country'də artiklı olacaq. Yəni birinci yox, daha doğrusu language of the country. Yəni B variantı oldu. 2. 6'dən sonra nə olmalıdır? Weeks. 1 getdi. A, B getdi. Some'dan sonra olmalıdır days. 2 getdi. Months. Düzdür. Only a few'dan sonra nə olmalıydı? Years. 4 getdi. Cavab 3 və 5. Y variant. 3'ə baxaq. Baxıram. Referend of. Yəqin ki, burada özündən sonra heç nə yoxdur. Yəni müstəqil yiyəlik hal qoyaram. A gedər. Sonra C gedər. Məsələn, mi də qoymaq olar hardasa. Özündən sonra isim gəlir. Amma ən artiklı var. Mən bilirəm ki, yiyəlik haldan sonra artikl ümumiyyətlə gəlməz. Ona görə V-dən sonra nə gəlməlidir? Xəbər. Mayından da sonra isim gəlməz. Getdi, cavabımız olacaq B variantı. 4'ə baxıram. Plural. Cəm. Reindeer ümumiyyətlə səhvdir. Reindeer, yəni o qışda, o uşaqda boğan getdiyi marallarda söhbət gedir. A getdi. Cavab olacaq B variantı. Burada mən yox, cəm olmaq üçün main drivers olmalıdır. Səhvi bundan ibarətdir. Çox 7'də çaşır. Getdik 5'ə. Nə var bu suala? Cəm var. Deməli, nə qoyacam? Müqayisə. Cheaper. 6. Children's olmalıydı. Apostrof S. 1. Demək səhv. A getdi. D getdi, Y getdi. Fi'dan sonra cəmlənib düzdür. 3'dən sonra months apostrof S olmalıydı. 3'də getdi. Cavabımız olacaq B variantı. Deməli, baxaq 7'yə. 7'də nə deyir bizə? The child showed a lens. Months. Cheers. Təbii incorrect istəyir. Bu hansısa testdə var idi. Mothers in law quarrels. Necə olmalıdır aslında? Mothers. Yəni bu S. Nəyini S-dir? Cəm. In laws. Bu isə nə olmalıydı? Yəli possessive case. Yəni cavabımız ümumilikdə olacaq Y variantı. Bu şəkildə izah olunmalıdır sual. 8'ə baxıram. Deyir, yenidir, amma çox da geniş deyil də. Enough'ın qaydasını bilməliyik ki, enough sifətdən sonra gəlir. İsimdən əvvəl. Onun üçün enough long, enough wide cavablar gedəcək. Cavabımız olacaq D. 9. Baxaq. Deməli,
burada nə var? İlk öncə so'ya baxaq. So'dan sonra nə gələcək? So'dan sonra sifət. So'ya niyə baxırıq? Burada fiila baxırıq. Fiil nədir? Bağlayıcı fiildir. Düzdürmü? Bağlayıcı fiil olduğuna görə biz buradakı zərfləri çıxardacağıq. İndi söhbət deyir, amma o yorğundur. Yorğundursa ayıncı olmaz. Çünki insana dairdir. Olmur. Yedə getdi. İndi 9-cu sualda harder, more tired olmaz. Niyə? After the work, hard work olmalı. Cavab olacaq A variantı. Baxaq ona. Onda bizdən nə istəyir? Students var. İlk öncə özündən sonra nə gəlib? İsim gəlib. İsim gəldiyinə görə hers getdi. Başqa imagination yenə özündən sonra isim gəlib. Y getdi. Deyir, my teacher is good teaching. Deməli, teacherin, yəni müəllimin. Ona görə my da getdi. İndi burada isə əvəz edilmiş students, deməli onlar olacaq their. Yəni his, her, their. Burada da her yazıb, deməli cavab olacaq D. 11'ə baxaq. 11. Enough quickly yerinə nə olmalıydı? Quickly enough. A getdi. Enough room. There wasn't enough room for us. Don't ask me to do enough problem. She's old enough. D variantı getdi. Enough tallar olmalıydı. Daha doğrusu taller enough. Burada indi məsələ var. Məsələ nədir? 11-ci sualda. Enough'dan sonra burada nə gəlməlidir? Problems. Nəyə görə? Biz buna baxmalıyıq ki, bir dənə buradan açaq. Normal bir şey. Deməli, biz burada bilməliyik ki, enough'dan sonra bir gələr nə? Cəm isim. Bir də gələr nə? Sayılmayan tək isim. Deməli, ikinə burada problem var. Ona C getdi. Baxıram, burada rooms olmalıydı. B getdi. Burası cavab niyə belə olmadı? Taller enough. Yaxşı. Niyə getdi? There wasn't enough room to stretch our legs out. Aha, B düz. Tabii. Baxaq 12'yə. 12'də Sandra of the an order missioner'dir. 13 much more. Niyə? Sandan sonra cəm gəlməlidir. Somendən sonra cəm gəlməlidir. Severaldan sonra cəm gəlməlidir. Elotdan sonra of gəlməlidir. A. Baxaq. 15 suala baxaq, bəsdir. Yoruldum. Can't pronounce deyir. Flood sayılmır. Blood sayılmır. Petrol sayılmır. Culture luggage sayılmır. 15. Incorrect deyir. Unusual. Tired deyil. Olmadı. Tired çünki canlılara aiddir. 4 zamız olacaq.
3-dən 4-ə çıxaq. Çıxmaya da 3-dən 4-ü götürək. Canımız uzatçı. Uşaqlar hələ ki bu qədər. Gələn videoda davamında izah eləyəcəm. Bu suallara baxsaz əla olar.